Nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanları, avtomobillərin nömrələri itdiyidə və ümumiyyətlə yararsız hala düşdüyüdə sürücülər hansı məqamları nəzərə almalıdırlar? Vətəndaş nömrənin itirilməsi ilə bağlı ilk növbədə ərazi üzrə polis bölməsinə müraciət edərək arayış almalıdır. Daha sonra Bakı şəhər Baş Dövlət Yol Polis İdarəsinə müraciət olunmalıdır. İtirilən nömrələrin tapılması üçün verilən müddət 1 aydır. Bu müddət ərzində tapılan nömrə sahibinə qaytarılır, əks təqdirdə eyni nömrəni almaq qeyri-mümkün olur. Çünki qanunvericiliyə əsasən hazırda nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarının dublikatı verilmir. Yeni nömrələrin alınmasında isə dövlət rüsumu 33 min manat arasında dəyişir. Rüsumun məbləği nömrədə olan hərf və rəqəm kombinasiyasına görə müəyyən edilir. Bəzən isə avtomobil nömrələri itmir, oğurlanır. Kimsə o nömrəni tapıb sizə bunu baha qiymətə təklif edirsə, siz bu halda polisə müraciət edə bilərsiniz. 1 ay ərzində tapılsa şəxsə qaytarılır, tapılmasa nömrə batdı, getdi. Sən o nömrəni əldə edə bilməzsən. Milli Məclis düşünürəm ki, bu məsələyə artıq baxmalıdır, çünki insanlar bundan çox ziyan çəkirlər. Kimin kimlə qəsdi qərəzliyi var, gedir maşınla nömrəsini açır, oğruyur, aparır atır bir zibilliyə, torpağa bastırır, batdı, getdi. Həmçinin nömrələrin zədələnməməsi baxımından yapışqanlı nömrələr də çox aktualdır. Belə avtomobil qeydiyyat nişanları isə güclü külək, yüksək sürət və ya güclü sellər nəticəsində qopub düşür. Çox vaxt sürücü nömrənin itdiyindən xəbərsiz olur. Baş Dövlət Yol Polis İdarəsi də sürücülərə mütəmadi olaraq çağırışlar edir. Belə ki, nəqliyyat vasitələrini idarə edən şəxslər itirilmiş və ya uğurlanmış nömrələrin tapılması üçün özü təşəbbüs göstərməli və aidiyyəti üzrə ərazi polis orqanlarına yazılı müraciət etməlidir. Yol hərəkəti haqqında qanunun 29-cu maddəsinə əsasən itmiş və uğurlanmış dövlət qeydiyyat nişanı tapıldıqda, həmin dövlət qeydiyyat nişanı ilk olaraq onun sonuncu sahibinə və ya sərəncam vermək hüququ olan digər şəxslərə təklif edilir. Dövlət qeydiyyat nişanı itmiş və ya uğurlanmış nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs nəqliyyat vasitəsinə yeni dövlət qeydiyyat nişanı almaq istədikdə, yol hərəkəti haqqında qanunda nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. İnzibati qanunvericiliyi tələbinə əsasən dövlət qeydiyyat nişanları və ya onlardan birinin olmamasına görə cərimə nəzərdə tutulub. Həmçinin avtomobili saxta və ya başqa nəqliyyat vasitələrinə verilən nömrələrlə idarə etməyə görə də cərimələnə bilərsiniz. Cərimənin məbləği 100 manat, sadalanan xətalar isə 4 balla qiymətləndirilir. Nigar Babayeva, Nail Şahbazov, Telesəhər.